Hər vaxtınız xeyir olsun YouTube kanalımın izləyiciləri. Bugün sizə bir videoda 2 dənə ev təqdim edəcəm. Deməli evlər ikisi də kupçalıdır. Biri 3 otaqdır, biri 4 otaqdır. Çox gözəl qiymətə satışa çıxıb. Hal-hazırda mən məhəllədən çəkirəm, məhəlləsini göstərim sizə. Baxın belə geniş məhəlləsi var. Baxın, magistral yolla da arası hardasa 100 metrdən azdır. Magistral yolla arası. Ətrafda belə gördüyünüz kimi yaşayış yerlərdir, məhəllədir belə. Geniş məhəllədir. Geniş məhəllədə 2 dənə evdir. Biri 3 otaqdır, biri 4 otaqdır. Biri 6 qarajlıdır, biri yerdən kürsülüdür. Sayğacları qoyulub. Yenə deyirəm, kupçalı evlərdir. 2 sot yarımın içində. Hansı evdən başlayayım? Baxın, məhəllə də belədir. İndi hal-hazırda qaranlıqdır, gecə vaxtıdır. Məhəlləni göstərim sizə. Baxın, belə bir şeydir. Çox gözəl yerdədir, çox demək olar ki, əla yerdədir. Baxın, indi qaranlıq vaxtıdır, yolda maşınlar keçir. Yəqin ki, görürsünüz. Baxın. Dediyim kimi əla yerdədir. Başlayaq elə bu evdən dostlar. Bu evi göstərim sizə. Baxın. 6 qarajlı evdir. Çox super evdir. Həyətində əkin əkilib. Əkin yeri saxlanılıb yenə də. Baxın. Göstərim sizə. Buradan rahat baxasınız. Baxın. Bura heyetidir. Manqalnesidir, su bulaq yeridir. Burada əkin əkilib, orada əkin var. Evin qabağında əkin var. Həyətində ayaq yolusu var, gördüyünüz kimi. Bura qarajıdır. Evin arxasına keçmək üçün sol tərəfdən yer saxlanılıb. Qarajdan bütün köməkçi otaqlara keçmək olur. Göstərim sizə. Baxın dostlar. Bu evin padvalı hissəsidir. Ehtiyat su çənidir. Sonra burada da bir dənə padval var. Baxın, buradan da bütün otaqların altından keçmək olur. Keçmək mümkündür. Həyəti də buradan göstərim sizə. Həyətdə də dostlar, elə qarajla bir yerdə 4 dənə, 5 dənə maşın rahat yerləşir. Elə 2 dənə maşın yerləşir bura, qaraja. Sudur, işıqdır, qazdır, daimidir. Ev kombi sistemidir, internet xətti var. Səliqəli evdir dostlar. Baxın, bir də göstərim, evi yadınızda qalsın. Bu evin qiymətini bu evdən çıxanda sizə deyəcəm. Bir də bu ev var, bu evi də sizə göstərəcəm. Baxarsınız. Kombi xəttlərinin yeri buradadır. Qazda çəkilib bura kimi. Məhəllədən də bayaqları göstərdim sizə. Ətraf hamısı yaşayış yerlərdir. Çıxırıq yuxarı. Bura evin giriş hissəsidir. Burada nə qədər yağış, qar da yağsa, burada ayaqqabınızı rahat şəkildə çıxarda bilərsiniz. Yəni, gəlməyəcək. Bura evin geniş koridorudur. Gördüyünüz kimi. Koridor genişdir. Bura mətbəxidir. Böyük bir mətbəxi var. Yer laminatdır. Hamam tualeti, duş kabini, unitazı, aksesuarlar hamısı böyle duşa kimi. Keçək bura. Bura evin zalıdır. Pəncərlər şəbəkədir, panoramadır. Baxın. Bura evin birinci yataq otağıdır. Koridoru buradan da göstərim sizə.
Baxın. Burada evin ikinci yataq otağıdır. Deməli dostlar, bu evin qiyməti. Ben qapıları bağlayayım. İndi o bir evi çıxıb çəkəcəm. Video sona qədər baxın. Bir videoda 2 dənə ev göstərəcəm sizə. Bu evin qiyməti 105.000 manatdır dostlar. 105.000 manat. Nağd alıcıya dostlar qiymətdə indirim olunacaq. İndi keçirik o bir evə, o bir evi də göstərim sizə. Baxın dostlar. Belə. Bu evdən çıxaq. Bu evdən çıxırıq. Keçirik bu evə. Baxın. Bir də bu evdir. Bu evin də həyətində demək olar ki, bu ev balkonlu evdir. Balkonlu evdir, əkin əkilib. Padvalına giriş buradan da var, buradan da var. Evin arxasına keçmək üçün sol tərəfindən yer saxlanılıb. Pəncərələr şəbəkədir, panoramadır. Həyətində ayaq yolusu var. Bax, burada da əkinlər əkilib, əkin yeri saxlanılıb. Burada da su bulaq yeridir, ayaq yolusudur, manqalnisidir. Bu evin də kommunalları hamısı yerindədir. Hamam ayaq yolsudakı hazır vəziyyətdə. Kommunallar hamısı yerindədir dostlar. O evi də necədirsə burada da elə. Keyfiyyətli materiallardan dikilib. Böyük bir balkonu var. Baxın göstərim sizə. Baxın bura balkondur. Balkondan mətbəxə, mətbəxdən balkona keçmək mümkündür. Baxın, mətbəxi də göstərim buradan. İçərdən də göstərəcəm. Bura balkondur. Bura həyətidir. Dostlar, bura evin koridorudur. Koridor genişdir, rahatdır. Gəlirik bura. Bura evin hamam tualetidir. Unitazın yeri dəyişiləcək. Elə belə qoyulub. Duş kabindir, duşudur. Hər bir şey var. Bura evin birinci yataq otağıdır. Bu ev 4 otaqdır dostlar. Bu ev 4 otaqdır. Bura birinci yataq otağıdır. Gəlirik bura. Bura evin ikinci yataq otağıdır. Yataq otaqları demək olar ki genişdir dostlar. Baxın. Yataq otaqları genişdir. Evin koridorunu da buradan göstərim sizə. Baxın, koridor var belədir. Qapıları bağlayayım. Bu açıq qalsa da olar, bu heç. Buranı bağlayayım. Çünki bir dənə də video çəkəcəm. Dostlar. Bu da evin 3-cü yataq otağıdır. Evdə 3 yataq otağı, 1 zal var. İndi zalı göstərəcəm sizə. Burada oldu evin 3-cü yataq otağı. Keçirik belə. Bura evin zalıdır. Böyük bir zalı var. Pəncərələr şəbəkə, panoramadır. Baxın. Bura oldu zal. Keçək, burada evin mətbəxidir. Deməli dostlar, evdə 3 yataq otağı, 1 zal var. Ümumilikdə 4 otaqlı həyət evidir.
Pəncərələrdə şəbəkə. Koridor sistemi iləndir. 2,5 sotun içində tikilib. Çox gözəl evdir, çox qəşəng evdir dostlar. Həyəti də bax belə. Dostlar, bu evin qiyməti 115.000 manatdır. O bir evin qiyməti 6 qarajdır 105.000. O bir ev 3 otaqdır, bu 4 otaqdır. O bir ev 6 qarajdır, bu balkonlu evdir. Ünvandakı Məhəmmədi qəsəbəsi. Abşeron rayonu Məhəmmədi qəsəbəsində baxın, belə gözəl həyət evləri var satışda. Əlaqə saxlaya bilərsiniz dostlar. YouTube kanalıma da abunə olmağı unutmayın. 2000 abunədən sonra inşallah 100.000 olacaq. 100.000 olanda dostlar gözəl paylaşım edəcəm. Qeyd edəcəm inşallah. Necə qeyd edəcəm, onu da sizlər üçün göstərəcəm. Belə dostlar, sağ olun, salamat qalın.